ən əsas məsələ onu tövsiyə edirəm ki, bundan sonraki həyatınızda istəyir bu imtahanla bağlı olsun, olmasın, ümumən hər bir şeyi qoyun qırağa, özünüz üçün yaşayın. Mən bunu dəfələrlə demişəm, sizə yenə deyirəm, özünüz üçün yaşayın. Yəni, bax, ailə prosesində olsun, nə bilim, iş prosesində olsun, hər zaman birinci özünüzü ön planda tutun. Bəzən bunu bəzi şəxslər narsist psixologiyası kimi başa düşər və s. elə bir şey yoxdur. Siz dəyərlisiniz. Sən öz dəyərini bilməsən, heç kim də səni dəyərli bilməyəcək. Sən birinci öz dəyərini bilməlisən ki, hamı da öz yerini bilsin. Sənə qoya biləcək o hörmət standartları müəyyənləşdirsin. Ona görə özünüzə olan dəyərinizi əsla və əsla itirməyin. Və ən əsas məsələlərdən biri, xoşbəxt olmağa çalışın. Xoşbəxtlikdə daimi deyil. Bax, həyatda daimi xoşbəxtlik anlayışı yoxdur. Ani gəlir, ani yaşanılır, ani də gedir. Sevdiyin bir musiqi səslənər, xoşbəxt olarsan. Sevdiyin bir yeməyi yərsən, xoşbəxt olarsan. Nə bilim, sevdiyin bir ortamda olarsan, xoşbəxt olarsan. Amma 10 dəqiqə sonra keçə də bilər və sənə elə bir zəng gələr ki, xoşbəxtliyin itər. Ona görə də daimi xoşbəxtlik adı altında həyatınızı məhv etməyin. Ani xoşbəxtliklərin dadını çıxarın ki, biz bu həyata bildiyimiz bir dəfə gəlmişik. 60 il, 70 il, 80 il, nə bilim, Allah nə bizə nəsib edəcəksə onu yaşayacağıq. Bu gəldiyin dövrdə xoşbəxt olmağa çalış. Özünü nələrlənsə yükləmə və heç nəyi də, heç kimi də özündən ön plana qoyma. Birinci özün üçün yaşa. Öz xoşbəxtliyini duy ki, səni sevən, həqiqətən ətrafında olacaq insanlar sənin xoşbəxtliyindən dərd çıxaracaq. Və xüsusi olaraq qeyd etmək istəyirəm, bunu əziz xanımlar, analar, əmin olun ki, sizlərin xoşbəxt olduğu evdə övladında xoşbəxtdir. Siz xoşbəxtsinizsə, idarə etdiyiniz evdə yoldaşınız da xoşbəxtdir. Yəni, birinci dərəcələ o təməldə siz durursunuz. Əziz bəylər, çox güclü görünməyə çalışırsınız, çünki məcbursunuz. Çünki o qədər yük daşıyırsınız ki, bildirməməyə çalışırsınız. Nə bilim, sanki sizin o gücsüzlüyünüzü ortaya qoymamalısınız. Ona görə də heç nəyi, heç kimi özünüzdən üstünə qoymayın. Özünüz üçün yaşayın. Bəydir, xanımdır, fərqi yoxdur. Sən şəxssən, sən bir şəxsiyyətsənsə, özün üçün həmdan birinci düşünməyə başla. Çünki sən xoşbəxtsənsə, ətrafın da xoşbəxt olacaq. İnan ki, bədbin insanla yola getmək çox çətindir. Bədbin bir insanın gündəlik aurasına maksimum bir neçə saat sonra dayana bilmirsən. Ona görə daimi olaraq güləriz olmağa çalışın. Bədbinlikdən uzaqlaşın, hər şey yaxşı olacaq deyin. Qalan hamısı boş məsələdir. Ki, imtahan da onun daxilində, imtahan da gəlib keçəcək məsələlərdir. Siz nə imtahanlar görmüsünüz, nələr keçmişsiniz ki, bugünə gəlib çatmışsınız. Ona görə imtahandır, digər məsələlər hamısı ikinci dərəcəlidir. Birinci dərəcəli məsələ odur ki, sən varsan, bundan sonra hər şey yaxşı olacaq. Sədaqət xallara fikir verməyin, Kəminə xanım. Siz özünüz üçün yaşayın, qalan hamısı düzələcək. Belə, yenə deyirəm, sizləri tanımaq çox xoş oldu. İnşallah imtahandan keçin, hər birinizlə yenə də görüşərik, yenə də danışarıq. İnşallah ki, xoş xəbərlərinizi gözləyirəm. Əminəm ki də çox yaxşı nəticələriniz olacaq. Çünki biz buna layiqik, əziyyət çəkmişik, qarşılığında alacağıq birlikdə. Belə. Sağ olun, çox sağ olun. Çox xoş oldu. Təşəkkür edirik.